Tagor Rabindranath 1861-1941-ci illər. Hind yazıcısı və filosofu. Kəlkəttədə doğulmuş. Kəlkəttə və London universitetlərində oxumuşdu. Çoxlu şeir və hekayə məcmuələrinin, roman və pyeslərin müəllifidir. Bir sıra fəlsəfi pritçaları, o cümlədən 1920-ci ildə Moskvada nəşr olunmuş millətçilik fəlsəfi əsəri də onun qüdrətli qələminin məhsuludur. Pritça və mənsur şeirlərinə görə Asiyada ilk dəfə Nobel mükafatına layiq görülmüşdü. Bütün əsərlərində zülmü və əsarəti damğalamış, azadlıq və istiqlaliyyəti tərənnüm eləmişdi. Millətçilik kitabında dövlətlərin hərbi qüdrətini, militarizmi, totalitarizmi, qərb və şərq şovinizmini ehtiraslı, obrazlı bir dillə damğalayır. Əsərləri dərin fəlsəfi mahiyyət daşıyıb, yüksək emosionallığı ilə seçilir. Yaradıcılığı Hind xalqının 3000 illik fəlsəfəsi, epik dastanları və bədii təfəkkürü ilə sıx bağlıdır. Bağban, Gitancalı, Köçəri quşlar əsərləri və bir sıra hekayələri dünyanın əksər dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. Tagor insan həyatının gözəlliyini, məna və xoşbəxtliyini təbiətlə, torpaq, ağaclar, otlar, çaylar və bütün canlı aləmlə bağlılıqda görür. Bağban və Köçəri quşlar əsərlərindən parçalar. Ölüm kimi arıq, pırtlaşıq saçları tozlu, dodaqları qəlbi kimi bərk kilidlənmiş, gözləri öz dişi tayını axtaran, işıldaquş gözləri kimi yanan divanə yolçu məhək daşı axtarırdı. Qarşısında nəhayətsiz bir dəniz nərildiyirdi. Gürültülü dalğalar onların dilini başa düşə bilməyən cahil adama gülərək, susmaq bilmədən gizli xəzinədən söhbət edirdilər. Bəlkə də yolçunun daha heç bir ümidi qalmamışdı. Lakin o dincəlmək nə olduğunu bilmirdi. Çünki axtarmaq onun üçün həyatın özü idi. Tozlu, pırtlaşıq saçlı divanə kimsəsiz sahildə məhək daşı axtararaq dolaşırdı. Bir gün bir kəndli uşağı ona yaxınlaşaraq soruşdu. Belinə bağladığın bu qızıl zənciri hardan almısan? Divanə diksindi. Bir vaxt dəmirdən olan zəncir doğrudan da qızıla çevrilmişdi. Lakin o dəmirin nə vaxt qızıla çevrildiyini hiss eləməmişdi. O dəlicəsinə başından yapışdı. Necə olub ki, özüm də bilmədən mənə bir xoşbəxtlik üz vermişdir. Yerdən daşları götürüb zəncirə sürtmək və zəncirin qızıla çevrilib çevrilmədiyinə baxmadan yerə atmaq onun adəti olmuşdu. Beləcə o məhək daşını tapmışdı və itirmişdi. Günəş qüruba enirdi. Səma qızılı rəng almışdı. Taqətdən düşmüş, beli əyilmiş, ürəyi köksündən qoparılmış ağac kimi torpaqlara düşmüş divanə yenə də itirdiyi xəzinəni axtarmağa başladı. Həqiqət öz-özünə qarşı fırtına qoparır ki, onun toxumlarını uzaqlara səpələsin. Gecə qaranlığı şəfəq qızıllarının ağırlığından yırtılan bir kisə kimidir. Ey dostum, doğan günəş sənin qəlbini şəfəq söküləndə tənha dağın zirvəsi kimi işıqlandırmışdı. Dünyanın həyatı bütün insanların itirdikləri məhəbbətlə zənginləşir. Axşam səması mənim üçün pəncərəsindən çıraq işığı gələn bir otaq kimidir. Orada kimsə məni gözləyir. Ot, yerdə özünə bənzər bir otlar axtarır. Ağaclar isə göy üzündə öz tənhalıqlarını. Varlığım mənim üçün daim bir möcüzədir. Həyat da elə budur ki, var. Mən həyat, məhəbbət və ölüm nəhrində axıb getmiş, unudulmuş başqa əsrləri düşünür və köçüb getməyin necə bir azadlıq olduğunu duyuram. Əziz dost, çox zaman axşam qaranlığı qatılaşanda mən sahildə dalğaları dinlədikcə sənin böyük fikirlərinin sükutunu eşidirəm. Vivekananda 1863-1903-cü illər. Əsl adı Narendranath Dattadır. Hind filosofu. Kəlkəttə şəhərində varlı vəkil ailəsində doğulmuşdur. Kollec bitirib, şərq və qərb fəlsəfəsini mükəmməl öyrənib.
1881-ci ildə Ramakrishna ilə tanışlığı dünya görüşünün formalaşmasında əsas rol oynayıb. Bütün dinlərin bir Allahın müxtəlif formalarda təzahür olması ideyasını da müəllimindən əxz eləmişdi. Atasının qəfil ölümündən sonra dərviş asket kimi bütün Hindistanı pay-piyada gəzmişdi. Sonrakı bütün ömrünü Hindistanın azadlığı uğrunda mübarizəyə həsr etmişdi. 1893-94-cü illərdə Amerikanın böyük şəhərlərində mühazirələr oxumuş, 90-cı illərdə İngiltərə və Avropanın başqa ölkələrində yoga və Vedanta fəlsəfəsinə aid dərnəklər açmışdır. Bundan sonra çoxlu şagirdləri ilə birgə vətəninə qayıdıb, Raja Yog, Karma Yog, Bhakti Yog və Jnana Yog haqqında məruzələrini ayrı-ayrı kitablar şəklində çap etdirmişdi. Böyük maarifçilik fəaliyyəti göstərib, ancaq xəstələnərək 39 yaşında vəfat etmişdi. Fəlsəfi baxışlarında idealizm və materializmi barışdırmağa çağırmışdı. Fikirlərindən nümunələr. Qərbdə sosial həyat ürək fəryadını boğan qəhqəhəyə bənzəyir. Gülüş hıçqırığa, əyləncə şənliyə çevrilir. Ancaq bütün bunlar zahirdədir. Daxildə, dərinlikdə isə nəsə gərgin faciəlik gizlənir. Bizdə isə kədər və niskil üzdədir. Daxildə isə qayğısızlıq və şən əhval-ruhiyyə hökm sürür. Şərqin heyrətamiz ruhi nailiyyətlərini Qərbin eyni dərəcədə heyrətamiz maddi nailiyyətləri ilə bölüşdürmək lazımdır. İsa Yunanistan və Romanı məhv etdiyi kimi, Budda da bizi məhv etdi. Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri var. Zəiflik ölümdür. Əgər siz öz-özünüzü tanımırsınızsa, Allahı da tanıya bilməzsiniz. Dünya elə bir gimnastika zalıdır ki, biz ora güclü olmaq üçün gəlmişik. Din heyvanı insana çevirən, insanı isə Allaha döndərən ideyadır. Həqiqətdən ötürü hər şeyi qurban vermək olar. Həqiqəti isə heç bir şeyin xətrinə qurban vermək olmaz. Bizim, yəni hindlilərin hər birimizin arxasında şanlı millətimizin sonsuz keçmişi dayanır. Ayıq olun, bizi, bizim hər hərəkətimizi milyonlarla əcdadımız seyr eləyir. Şeylər yaxşılaşmır, biz onlarla bərabər dəyişirik. Unamuno Miguel de 1864-1936-cı illər. İspan yazıcısı, eseyist və filosofu. Milliyyətcə baskdır. Madrid Universitetini bitirib. 1901-1914-cü illərdə Salaman Universitetinin rektoru olub. Bir müddət Parisdə yaşayıb. Faşist diktaturasına kəskin mənfi münasibət bəsləmişdir. Ömrünü Salamankada tamamilə tənhalıqda başa vurmuşdur. Ekzistensializmin görkəmli nümayəndələrindən biri sayılır. Çoxlu nəsr əsərlərindən ən məşhuru bir çox dillərə tərcümə olunmuş Duman romanıdır. İnsanı və həyatı dərk edilməz hesab edən Unamuno, tarixdə şəxsiyyəti əsas amil hesab edir. İradə və idealı isə şəxsiyyətin başlıca keyfiyyəti sayır. Unamunoya görə inam reallığın əsasıdır. İnanmaq, yaratmaq deməkdir. İdealsız və iradəsiz hər hansı mühitə uyğunlaşan qeyri-formal fərdləri şəxsiyyət hesab etməyib daxili məzmundan məhrum hesab edir. Praktisizm əleyhinə çıxıb əsl həyatı mənəvi aləmdə görən filosof İspaniyanı Avropalaşdırmağa çağırmışdı. Dünya görüşündə ən çox Kierkegaardın təsiri duyulur. Fikirlərindən nümunələr. Özünü nə birindən artıq, nə birindən əskik, nə də birinə bərabər say. Axı biz insanıq, rəqəm deyilik. Bizim hər birimiz yeganə və əvəz edilməzik. Bizdə də qıvel və qibellinlər kimi belə bir absurd prinsip əsas götürülür ki, kim ki bizimlə deyil, o bizə qarşıdır. Sən belə hesab eləyirsən ki, yaradıcılıq uğurların yoxdur. Çünki həmkarların onları görmürlər. Sən qəlbinin qızılını ver, o əldən elə gəzəcək. Fikir ver, adını çəkmədən səylə qaçsalar da, sən onların, bu ağıllıların qəlbinə girməmisənmi? Səni əhatə edən həmin şikayət etdiyin sükut təntənəli sükut deyilmi? Bir-birilərini nə qədər salamlasalar da, onların üzərində sənin sözlərin səslənmirdimi? Nə mədəni inkişaf adlanan şeyə, nə sosial mühitə, nə də öz xalqına, nə öz zamanına, nə də ideya tərəqqisinə təsir etməyə çalışma. Onlar özləri öz yolları ilə gedirlər.
Tarix üçün yaşamaq bir şeydir, əbədiyyət üçün yaşamaq bir şey. Faciə burasındadır ki, gənclik yoxdur, gənc adamlar var, amma gənclik yoxdur. Əvvəlcədən tutulmuş plan nəyinə lazım? Sən ki bina deyilsən. Öz ruhunun dərinliklərinə başvur. O zaman hər gün yeni üfüqlər açacaq. Ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. Fraser, 1854-1941-ci illər. İngilis etnoloqu və dinşünası. Əsli Şotlandiyalıdır. Cambridge Universitetində təhsil alıb. Sonra da oranın professoru olmuşdu. Əvvəlcə qədim Yunan və Roma müəlliflərinin əsərlərini ingiliscəyə tərcümə etməklə məşğul olmuş, 40 yaşından sonra isə Totemizm adlı kitabça ilə özünü ibtidai dinlərin öyrənilməsinə sərf etmişdi. Qızıl Budaq adlı başlıca əsərində insan idrakının sehirkarlıq, din və elm kimi 3 mərhələdən keçib getdiyini göstərir. Bu sehirkarlığa da magiya, elm kimi baxır. Fraserə görə elm də magiya kimi təbiətə təsir etməyə, ona hakim olmağa çalışır. Din isə əksinə insan təbiət qüvvələrinin qabağında aciz qalanda yaranır. Onun fikrincə, xristianlıq qədim dövrlərin təsəvvüründəki ölən və dirilən Allahların təsiri ilə yaranıb. Qızıl Budaq 1890-cı ildə, böyük cilddə 1900-cü ildə isə artırılıb 3 cilddə çap olmuşdu. Ancaq Fraser yeni faktik materiallar toplayaraq 1910-15-ci illərdə ibtidai dinlərə aid dünya ədəbiyyatında ən məşhur və qiymətli əsər sayılan 12 cildlik Qızıl Budaq əsərini nəşr etdirmişdir. Bundan başqa, o etnologiya, ibtidai din və təsəvvürlərə aid 30 cildə qədər müxtəlif məzmunlu əsərlər yaratmışdır. Qızıl Budaq əsərinin son fəslindən bir parça. Bir tərəfdən yada salaq ki, insan tələbatı hər yerdə hər zaman eynidir. Digər tərəfdən isə açıq-aşkar görürük ki, bu tələbatı ödəmək üçün müxtəlif dövrlərdə müxtəlif vasitələrə əl atılır. Belə olduqda biz belə bir nəticəyə gəlirik ki, təfəkkür öz hərəkatı zamanı olsunçuluqdan dinə, oradan isə elmə doğru gedən yolu keçib gəlmişdi. Olsunçuluq dövründə insan hələ hər tərəfdən onu əhatə edən çətinlik və təhlükələrlə üz-üzə durub bütünlüklə öz qüvvəsindən asılıdır. O, təbiətin müəyyən qayda qanunlarına möhkəm bel bağlayıb, ondan öz məqsədi üçün istifadə etmək istəyir. Onun bu səhvi aşkara çıxanda kədərlə etiraf etməli olur ki, istər təbiətdə gördüyü qayda qanunlar, istərsə də onun bu təbiət üzərindəki hökmranlığı hamısı xəyal imiş. İnsan təbiətdəki gizli və gözə görünməz varlıqların mərhəmətinə daha bel bağlamayıb, özünü bütünlüklə onlardan asılı hesab edir. Beləliklə, bəşəriyyətin ən yüksək zəkalarının beynində olsunçuluq dinlə əvəz olunur. Din isə təbiət hadisələrinin insana bənzəyən, lakin öz qüdrəti ilə ondan sonsuz dərəcədə güclü olan hansı bir məxluqunsa iradəsindən və istəyindən asılı olduğunu bildirir. Bir müddət sonra bu cür yozum da insanları təmin eləmir. Çünki din deyir ki, təbiət hadisələrinin bir-biri ilə əvəz olunması və ardıcıllığı dəyişməz və əbədi qanunlardan asılı deyil. Əksinə, dəyişkənliyə və sapıntılara məruzdur. Bu isə hadisələrə diqqətlə nəzər saldıqda təsdiq olunmur. Əksinə, biz hər yerdə hadisə və vaqiələri müşahidə edib, diqqətlə öyrənsək görərik ki, təbiət öz dövranında bir o qədər sərt, yeknəsək və son dərəcə dəqiqdir. Məhz bu zaman din elmlə əvəz olunur. Santana George 1863-1952-ci illər. Madriddə doğulub. Milliyyətcə İspandır. Uzun illər Amerikada yaşayıb. Bir sıra universitetlərin professoru olub. Kütləvi mədəniyyət əleyhinə çıxıb. 1923-cü ildən öz fəlsəfi sistemini əks etdirən 4 cillik Varlıq Səltənəti əsərini yazmağa başlayıb. Burada fenomalizm ilə behaviorizm birləşdirməyə çalışıb. Varlıq aləmi, zamansız intuisiya üçün əbədi meydandır. 1-ci cildin mövzusu belədir. 2-ci cild materiya aləminə, 3-cü həqiqət aləminə, 4-cü cild isə ruh aləminə həsr olunur. Bu möhtəşəm əsər həm də 20-ci əsr dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir sırada durur.
Onun Təfəkkür Həyatı adlı 5 cildlik ilk möhtəşəm əsəri isə 1905-1906-cı illərdə Nyu-Yorkda çap olunmuşdu. Burada sosial həyatın, elmin, incəsənətin, dinin mahiyyəti açılır. Mənəvi fəaliyyət, insan idealı, özünü ifadə, adi insanların gündəlik praktik fəaliyyətinə qarşı qoyulur. Santayana əlbəttə son nəticədə üstünlüyü ruh aləminə verir. Çünki yalnız onun sayəsində cansız materiyalar cana, hərəkətə gəlir. Fəaliyyət, psixika, intuisiya kimi həlledici mahiyyətlər əmələ gəlir. Filosofun Ağalıq və Hakimiyyət adlı son əsəri onun siyasi baxışlarını əks etdirir. Burada da ruhi aləmlər hər cür sosial həyatın fövqündə təsvir olunur. Freud Zygmunt 1856-1939-cu illər. Alman həkimi və psixoloqu. Psixoanalizin banisi. Çexiyada doğulub. Viyana Universitetinin professoru olub. Bir müddət laboratoriya şəraitində heyvanların fiziologiyasını öyrənib. Hipnozla nevrozun müalicəsinin təcrübələrinin müşahidələri nəticəsində təhdəl şuur psixologiyasını, daha sonra isə sərbəst assosiasiyalara əsaslanıb psixoanalizi kəşf etmişdi. Freydə görə seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşahidə edir. Bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar əmələ gəlir. Freydə görə şüurlu mən iki obyektiv qüvvənin, o ilə cəmiyyət qaydalarının mübarizə meydanına dönür. Platon kimi Freyd də məni özündən daha güclü bir canlını idarə edən atlı ilə müqayisə edir. Kütlənin psixologiyası və insan məninin analizi əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlənin psixologiyasında əsas cəhəti onun qeyri-şüuri, təhdəlşüur olaraq liderə itaət və ya pərəstiş etməsində görür. Moisey və monoteizm əsəri dinə qarşı yazılmış bir növ pamfletdir. Burada o iki zid qüvvənin, həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarından danışır. Freyd yazır ki, bizim mənimiz öz evində ağa deyil. Freyd ömrünün çoxunu tənhalıqda yaşayıb. Yalnız ömrünün son illərində elmi dairələr tərəfindən qiymətləndirilib. Faşizm hakimiyyətə gələndə İngiltərəyə köçüb. Bütün əsərləri 20-ci illərdə Moskvada rus dilində nəşr edilmişdir. Fikirlərindən nümunələr. Canlı orqanizmlər haqqında elm göstərir ki, bir sahədə olan tərəqqi çox zaman başqa sahədə geriləmə ilə tənzim olunur. Bir fakt kimi qəbul edəsək ki, daxili səbəblər üzündən bütün canlılar ölərək qeyri-üzvi vəziyyətə qayıdırlar. Onda belə deyə bilərik. Hər hansı həyatın məqsədi ölümdür və əksinə qeyri-üzvi varlıqların əvvəli canlı olub. Biz belə bir güman söyləyə bilərik ki, bütün həvəslər orqanizmin əvvəlki vəziyyətinin bərpa olunmasına meyldən başqa heç nə deyil. Təfəkkür xatirələrin izi ilə yaranır. Canlı materiyanın bizə məlum olan təbəqəsində sonralar idrak əmələ gəldiyi kimi, haçansa hansı bir naməlum qüvvənin təsiri iləsə, qeyri-üzvü materiya canlı varlığa dönür. Bu zaman yaranan gərginlik müvazinətə can atır və bu, ilk canlılarda qeyri-üzvlüyə qayıtmaq üçün ilk meyildir. Bu zaman canlı substansiya asanca ölə bilirdi. Onun həyat yolu güman ki, çox qısaydı. Bu, gənc həyatın kimyəvi strukturunun təsiri ilə müəyyən olunurdu. Uzun zaman ərzində substansiyalar daim yenilərini yaradır və asanca ölə bilirdilər. Bu, o vaxta qədər davam etdi ki, zahiri həlledici səbəblər hələ canlı olan varlıqları ilk həyat yolundan kənara çıxmağa məcbur edib və son məqsəd olan ölümə hər dəfə daha mürəkkəb və dolayı yolla gəlməyə başladı. Mühafizəkar meyillərlə möhkəm qorunan ölümə doğru bu dolayı yol bizə o uzaq həyat hadisələrinin səhnələrini bugün aydınlaşdırır. Weininger Otto 1880-1905-ci illər. Alman psixoloq və filosofu. Viyanada doğulub. Həyatı haqqında məlumat yox dərəcəsindədir. 23 yaşında Cins və Xarakter adlı əsərini yazıb. 2 il sonra məlum olmayan səbəblərə görə intihar etmişdi. Weininger qadın və kişilərin tamamilə ayrı-ayrı məxluqlar olduğunu, birincinin şüursuz,
ikincinin şüurlu yaşadığını iddia edib. Hər iki cinsə xas olan bir sıra xarakteri xüsusiyyətləri geniş şərh eləyir. Güclü məntiq və ehtirasla kişi və qadın məninin mahiyyətini açıb göstərmişdi. Weininger öz qeyri-adi məntiqi mülahizələrini də bu faktlarla əsaslandırırdı. Weiningerin fikirləri. Çox zaman adi, bayağı adamlar heç bir ölüm qorxusu hiss etmirlər. Bunu başa düşmək çətin deyil. Ölməzlik arzusunu ölüm qorxusu yaratmır. Əksinə, ölməzlik tələbatı ölüm qorxusu yaradır. Kobud, heyvani instinktlərin zəif inkişaf edən və ya onlardan tamam məhrum olan kişilər qadınlarda qətiyyən təsir buraxmırlar. Dahini zaman yaratmır, hətta ona ehtiyac olduqda belə. Dahi öz zamanının məhsulu deyil, öz zamanına əsasən anlaşıla bilməz. Dahi xalqına və özünü ifadə etdiyi dilə mənsub deyil, əksinə xalqı ona mənsub olur. Onda öz ideal mənini görüb onun ardınca gedir. Dahi, dahilik. Adamların əksəriyyətində o nə qədər narahatlıq və xoşagəlməzlik, nə qədər nifrət və paxıllıq, nə qədər bədxahlıq və alçatmaq həvəsi oyadır. Weininger, Cins və Xarakter əsərindən. Nikolay Berdyayev, 1874-1948-ci illər. Rus filosofu, Dvaryan oğlu. Kiyev Universitetini bitirib. Subyektivizm və idealizm, yeni orta əsrlər, azadlıq fəlsəfəsi, ruhun məhvi, yaradıcılığın mənası, tarixin mənası əsərlərində ehtirasla azadlıq ideyalarını tərənnüm edir. Qarşıdan gələn və açıq-aşkar hiss olunan köləlikdən və mənəvi əsarətdən xəbərdar etmək istəyir. Berdiyayevə görə azadlıq axtarışı bəşəriyyəti dönə-dönə aldadıb, bir köləlikdən başqa bir köləliyə aparıb. O, bu baxımdan marksizmə meyl edib. Onu Kantın ideyaları ilə birləşdirmək istəyib. Çar hökuməti onu sürgün eləyib. Sürgündən sonra Berdiyayev də Pascal kimi qəfildən bu nicat yolunu xristianlıqda görüb. O, Spengler kimi 20-ci əsri Avropanın və sivilizasiyanın süqutu elan edir. 20-ci illərdən əvvəlcə Berlində, sonra isə Parisdə yaşayıb, ekzistensializm ruhunda çoxlu əsərlər yazmışdı. Berdiyayev fərdlə ümumilik, sezarlıq aləmi ilə ilahiyyat aləmi arasında körpü yaratmaq istəyir. Onun məni daim sənlə mübarizədədir. Onun üçün cansız, hərəkətsiz həqiqət yoxdur. Sonsuz canlı varlıq mövcuddur. Ancaq azadlıq varlıqdan üstündür. Azadlıq, şəxsiyyət, yaradıcılıq, ruh, tarix, bütün bunların keçilməz sərhəddi yoxdur. Birindən digərinə rahatca keçid mümkündür. Deyildiyinə görə Berdiyayev yazı masası arxasında ölmüşdü. Əsərlərindən fraqmentlər. Firavanlığa və komforta həvəsin artdığı sakit və dinc dövrlərdə adamlar dözümsüz və zəif olurlar. Əksinə, son qüvvələrin səfərbər olunduğu təhlükəli dəqiqələrdə isə insan möcüzələr göstərməyə qadirdir. Onun dözümünün həddi hüdudu olmur. Qüvvələrinin gərginliyi ağlasığmaz dərəcədə böyüyür. Adi vaxtlarda insanın qüvvəsi mürgüləyir. Lakin qorxulu dəqiqələrdə insan təbiət qanunlarını belə üstələyə bilir. İnsan həyatının böyük sirləri bundadır ki, onun qüvvəsinin tam açılması üçün təkcə xeyir kifayət deyil, şər də vacibdir. Biz belə bir üçüncü sual qarşısında qalmışıq ki, müharibə vaxtı oyanan və pöhrələnən mənəvi qüvvələr müharibədən sonra da, dinc günlərdə də özünü göstərəcəkmi? Müharibənin nəticəsi kimi mənəvi intibah davam edəcəkmi? Bəziləri artıq ehtiyat edirlər ki, gərginlik azalandan sonra müharibənin yaratdığı ruh yüksəkliyi, taqətsizlik və qüvvələrin tükənməsi ilə əvəz olunacaq. Yalnız böyük sınaq, təhlükə və bədbəxtlik insan təbiətini ucaldır. Dünya müharibəsindən sonra insan nə qədər başqa bir şey, müharibənin mənəvi davamını, insan həyatının bütün əsas məsələlərinin son həddə qədər kəskinləşməsini gözləyir. Ən dərin qatlarda baş verən hadisələri dünya müharibəsi tarix səhnəsinə çıxarmalıdır. Ayrı-ayrı fərdlərin intim aləmində öz yeni qiymətini alan həyatın mənası tarixin işinə çevrilməlidir. Jung Karl, 1875-1961-ci illər. Alman psixoloq və filosofu. İsveçrənin Kessel şəhərində pastor və filoloq ailəsində doğulub. 1906-cı ildən Freydin ardıcılı kimi çıxış edib.
1913-cü ildən Freud ilə əlaqəni kəssə də, daxilən bütün əsərlərində onunla bağlı olmuşdur. Bazel və Paris Universitetinin tibb fakültələrində oxuyub. 1900-1909-cu illərdə Sürix Universitetinin psixiatri klinikasında işləyib. Bir müddət elmi səyahətdən sonra İsveçrəyə qayıdıb. Əvvəl ali texniki məktəbdə, sonra isə Bazel Universitetində professor olub. Jungun psixoloji konsepsiyasında müxtəlif sistemlər birləşir. Mən, maska, kölgə və nəhayət ruhun obrazı. Mən fərdin inkişafı ilə bağlı son məqsəddir. Maska şəxsin sosial dərisidir. Mən üçün qalxan rolunu oynayan maska eyni zamanda son nəticədə onu simasızlaşdıra bilər. Kölgə mənin tutqun və aşağı oxşarıdır. Kölgə şəxsin daxili məni, onun yarım yuxulu şər mənidir. İnsanın aşağı mərtəbəsində yaşayan vəhşi insandır. Jung yaradıcılığının son dövründə üzünü şərq fəlsəfəsinə tutub Tibet və Çin fəlsəfə kitablarına psixoloji şərhlər yazıb. Hətta kimyagərliyin yeni psixoloji izahını verib. Junga görə insan dərin dəyişmələrə uğrayıb inkişaf edir. Körpəlikdən böyümə və yetkinləşmə mərhələlərinə keçir. Amma bəzən qəlb anlayışlarla yox, obrazlarla keçib gəldiyi inkişaf mərhələlərinə qayıdır. Bu zaman arxaik, individuala qədərki kollektiv təhtəşuur dövrünün xatirələri oyanıb üzə çıxır. O, xüsusilə uşaqlarda, kahinlərdə, mistiklərdə, sənətkarlarda, yuxu görənlərdə və ruhi xəstələrdə özünü göstərir. Onlarla nağıllarda, əsatirlərdə, misteriya, yuxu və rüyalarda yenidən görüşmək olar. Öz sələfi Freud kimi Jungun da 20-ci əsrin psixoloji məktəblərinə, xüsusilə bədii ədəbiyyatın korifeyləri olan Kafka, Joyce, Mann, Eliot və s. böyük təsir olmuşdu. Watson John Brodes 1878-1958-ci illər. Amerika psixoloqu. Qərbdə, xüsusilə Amerikada yayılmış behaviorizmin banisi. 1903-cü ildə Chicago Universitetində ağ siçovulların mərkəzi əsəb sistemi ilə davranışının əlaqəsi haqqında dissertasiya müdafiə edib, fəlsəfə doktoru dərəcəsini almışdı. Psixologiya, behavioristlərin nöqteyi nəzərincə davranış və behaviorizmin yolu əsərlərində psixologiyada yeni nəzəriyyənin əsasını qoymuşdur. Watsona görə bitki, heyvan və insanların həyat fəaliyyəti yalnız qıcıqlanmaya qarşı reflekslər reaksiyalarıdır. Bu qıcıqlanma və reaksiyalardan vərdişlər əmələ gəlir. Bütün psixi fəaliyyət də vərdişlərə əsaslanır. Psixologiya bundan kənara çıxa bilməz. Watsona görə insan psixologiyası bütünlüklə fizioloji reaksiyalardan asılıdır. Duyğu, his, düşüncə, xəyal, iradə, insan fəaliyyəti zamanı bütünlüklə sıradan çıxır. İnsan psixologiyası bütünlüklə heyvanlarda olduğu kimidir. Ona görə də düşüncə əzələ fəaliyyətinin bir formasıdır. Güya cəmiyyətin inkişafı təmiz fizioloji prosesdir. Behavioristlər bu baxımdan fəhlə sinfinə hər cür şəklə salınması mümkün olan xam material kimi, işçi sürüsü kimi baxırlar. Behaviorizm hər cür elmi təfəkkürü və ümumiyyətlə təfəkkür formalarını heçə endirir. Watsonun böyük Sovet ensiklopediyasında çap olunmuş behaviorizm məqaləsindən bir parça. Behaviorizm baxımından insan psixologiyasının əsl mövzusu insanın doğuluşundan ölümünə kimi davam edən davranışdır. Davranış hadisələrini də başqa təbiət elmlərinin obyektləri kimi müşahidə etmək mümkündür. Davranış psixologiyasında da təbiət elmlərində istifadə olunmuş ümumi metodlardan istifadə etmək olar. Bir halda ki, insanı obyektiv olaraq öyrəndikdə, behavioristik idrak, his, duyğu, xəyal, iradə adlandırılan şeylərin heç birini müşahidə eləmir. Belə olduqda, o, bu terminlərin insan psixologiyasının əsl fenomenlərinə aid olduğunu təsdiq etmir. O, belə bir nəticəyə gəlir ki, bütün bu ifadələri insan fəaliyyətindən silmək olar. Köhnə psixologiya ona görə bu ifadələrdən istifadə etməkdə davam edirdi ki, bu köhnə psixologiya Wundtdan başlayaraq fəlsəfədən, fəlsəfə isə öz növbəsində dindən doğmuşdur. Spengler Oswald 1880-1936-cı illər. Alman filosofu. Əvvəl tarix və riyaziyyat dərsi demiş. Sonra tənhalığa çəkilib sərbəst yaradıcılıqla məşğul olmuşdu. 1918-ci ildə nəşr olunan və görünməmiş müvəffəqiyyət qazanan Avropanın qürubu əsərində tarixə yeni baxımdan nəzər salır.
Şpenglerə görə ümumdünya tarixi yoxdur. Hər sivilizasiyanın tarixi var. Tarix bioloji qanunlarla dövr eləyir. Buna görə də hər tarix, hər sivilizasiya heyvan və bitki aləminin nümayəndələri kimi doğulur, çiçəkləyir, qocalıb ölür. Tarixi materializmin əleyhinə çıxıb onu fatalizm ilə əvəz eləyir. Fəhlə sinfinin əleyhinə çıxıb onu mədəniyyətdən və tarixdən kənar hesab eləyir. Müharibəni varlığın əbədi forması hesab eləyir. Böyük şəhərlərin, maşınların, texnikanın, kosmopolitizmin və pasivizmin əleyhinə çıxıb bunları qarşıdan gələn fəlakətin qaranquşları hesab eləyir. Baxışları Gete və Nietzsche'nin təsiri altında formalaşmışdı. O mədəniyyətin sirlərini aydınlaşdırmağa çalışır. Şpenglerə görə hər şeyin üzərində talih hökm sürür. O zəruridir və onun varlığının mənasını heç bir məntiq və ağılla dərk eləmək olmaz. Onu sevmək və onun çağırışına getmək lazımdır. Çünki o güclüləri sevir və yüksəldir. Talih güclülər üçün doğma, zəiflər üçün isə ögey anadır. Avropanın qürubu əsərinin 2 cildində əsrimizin sonunda Avropanın məhv olacağı iddia edilir. Sosializm və prusiyaçılıq bu pessimizmdirmi? İnsan və texnika, həll edici illər adlı əsərləri də məşhurdur.